Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Əşrəf qızı. Deməli dostlar, zaman zaman biz burada nəzarət saatı verilişini bilirsiniz ki, reallaşdırmışıq. Bu xüsusilə qaynar xəttimizə gələn şikayətlər əsasında olub. Qaynar xəttimiz isə 070 394 11 11-dir və bu dəfə qaynar xəttimizə Nail Mehdi yazıb. Deməli, maraqlı bir mövzu olduğu üçün xüsusilə bu bir adamın şikayəti üzərində dayanmaq istəyirəm. Niyə görə? Çünki Azərbaycanda çoxlu deməli şirkətlər var ki, onlar Instagram hesablarından, TikTok hesablarından insanlara səslənirlər. İnsanlar hansılar ki, Azərbaycanda yox, Avropada yaşamaq istəyirlər, işləmək istəyirlər. Xüsusilə onlar üçün, belə deyək, müəyyən xidmətlər təklif edirlər və o şirkətlərdən biri də Nemətoğlu MMC şirkəti olub və onun Instagram səhifəsi də var. İndi rejissorumuz yəqin ki, göstərəcək. Yəni bu, əziz tamaşaçılar, Ausbildung demək şirkəti, belə deyək, Azərbaycandan Almaniyaya insanları aparır, cavan adamları aparır, onlar orada işləyirlər, peşə təhsilinə xüsusilə yiyələnənlər, xüsusilə onlar üçün əl çatan olur bu. Və dediyim kimi, hər kəs belə düşünür ki, xaricdə hər şey çox gözəldir, Azərbaycanda o imkanlar yoxdur. Əlbəttə, bu seçim məsələsidir, mən buna heç iynənin ucu qədər də bir reaksiyam yoxdur. Amma istənilən halda, deməli, bu şirkətlər prinsipcə cəlbedici görünür. Bəlkə də Nail Mehdi də bu şirkətin cəlbediciliyinə aldanıb, inanıb və onlara müraciət eləyib. İstəyib ki, getsin, cavandır, gəncdir, enerjilidir, Almaniyada işləsin, Almaniyada çalışsın, yəqin ki, dili bilir və xüsusilə özgüvəni var və ona bu işdə kömək etməli olan Nemətoğlu şirkəti üçün anlaşmaya keçiblər. Hər halda, əziz dostlar, mən burada xüsusilə bir daha deyirəm ki, mövzunun cəlbediciliyi ona görədir ki, adamlarımızın əksəriyyəti üçün də Avropa ölkələri cəlbedici görünür və onlar orada gedib özlərini realizə etmək istəyirlər. Bu baxımdan Nail Mehdinin şikayəti bizə deməli, maraqlı gəldi və mən indi istəyirəm ki, Nail Mehdinin özünün dilindən eşidək, o hara müraciət etdi, Nemətoğlu şirkətində onu necə inandırdılar və sonra başına nələr gəldi. Bir yerdə izləyəcəyik. Mən Mehdiyev Nail, Sumqayıt şəhər sakini, Almaniya otelçilik sahəsi üzrə, otelçilik turizm sahəsi üzrə işləmək üçün iş vizasından ötürü Nemətoğlu MMC-nin rəhbəri Mehdi Nemətoğluya müraciət eləmişəm. Tibb Universiteti yaxınlığında Kova Plaza deyilən yerdə 3-cü mərtəbədə 313-cü otaqda yerləşir, Həsən Əliyev küçəsi. Və mən onlara, belə deyək, 2025-ci ilin avqust ayında telefonla dəfələrlə, neçə həftələr və aylarla danışığımız olduqdan sonra mən Nordrhein-Westfalen, yəni NRV əyaləti, Şimali Vestfaliya əyaləti olması şərti ilə otelçilik turizm sahəsi üzrə və 2025-ci ilin dekabr ayına çox az müddət qalıb, 3-4 ay qalmışdı. 3-4 ay ərzində mənim ora göndərilməyim şərti ilə normal insan hüquqlarına zidd olmayan, normal bir iş şəraiti üçün danışıqlara başladıq və razılığa gəldi. Qarşı tərəf qəbul etdi ki, bu öhdəlikləri öz üzərinə götürür. WhatsApp yazışmalarında da var. Hətta bir çox maddələri mənim üçün dəyişdirəcək müddəaları. Mən ofisə dəvət ediləndən sonra, gələndən sonra müqavilə bağladığımızda NRV əyalətinin adını çəkirəm WhatsApp yazışmasında. Bu qarşı tərəfdə onu qəbul edir. Müştəri məmnuniyyəti bizim üçün önəmlidir, prioritetdir, vacibdir. Kəlməm kəlmədir. Çünki danışmışdıq ki, biz ondan əgər olmasa ödəniş qaytarılacaq filan dediyimiz şərtlər daxilində, vaxt daxilində olmasa. Və mənim güvənimdən sui-istifadə edərək ay yerli, filanıq, ora-bura, mənim üçün əsas müştəri məmnuniyyətidir. Mən işi yaxşı görməliyəm ki, sən başqalarını da mənə yönləndirə bilərsən ki, düzgün bir şəkildə mən firmayam.
işi görənəm filan. Mən işi keyfiyyətsiz görsəm, sən məni gedib orada pisləyərsən, ora-bura. Yəni bu kimi danışıqlarla məni inandırmağa çalışdı, güvənimdən istifadə elədi, fərqli vədlərlə. Məni 18 sentyabr 2025-ci ildə ofisinə dəvət etdi və biz orada onunla bu şərtləri nəzərə alaraq, inanaraq ona etibar ilə müqavilə imza atmışıq. Lakin müqavilə imza atıb ödənişi də 1300 azin etdikdən sonra oktyabr keçdi, bir cavab yox. Noyabr keçdi, bir cavab yox. Tez-tez əlaqə saxlayırdım onlarla, vəziyyətlə bağlı. Noyabr ayında məni intervyuya, almanlarla intervyuya dəvət etdilər, iş intervyusuna. Mən isə noyabr ayında iş intervyusuna daxil olduqda bunların ofisində dil də bildiyimdən gördüm ki, ərazi nə enerji ərazisidir, Feldbergerhof deyilən bir yerdir, tanımadığım, bilmədiyim bir ərazi və meşənin ortasında məlumatlarda çıxartmışam, 1300 metr hündürlükdə, dağın başı kimi, meşənin ortası kimi bir yerdə, şəkillər də var, qışda çovğun qar bir yerdə və iş olmadığını müsahibə əsnasında anlamışam ki, bunlar peşə təhsili üzrə, otelçilik üzrə 3 il oxuyan ayı 1050 avrodan stipendiya yəni verəcəkləri bir şəxs axtarırlar və orada anlamışam ki, intervyudan keçməyimə baxmayaraq anlamışam ki, artıq bu nə ərazi olaraq Enervi əyalətidir, nə də işçi vizası deyil. Yəni iş üçün müraciət deyil, peşə təhsili üzrə oxuyan axtarırlar. Və bunlardan sonra mən bunlara etiraz bildirdim ki, intervyudan sonra sən bəs mənə deyirsən ki, iş üçün tapmışam, iş intervyusudur. Axı bunlar peşə təhsili Ausbildung üzrə istəyirlər axı. Və mənə fərqli bəhanələr gətirərək işin içindən çıxmağa çalışdı, üzrxahlıq elədi, bilməmişik, biz elə bilmişik işçi axtarır filan ora-bura. Zənn elədi ki, biz dili bilmirik. Və bu işi ləğv elədik, yəni iş olmadığı üçün. Dekabr ayı tamamlandı. Dekabr ayına qədər mənə verilən müqavilədən öncəki vədlə zaman vaxt keçdikcə gördüm ki, işin keyfiyyəti üst-üstə düşmür, ziddiyyət təşkil edir. Verilən vaxt, həmin müddətdə mən getməlidim, planlarım da alt-üst oldu. İşin keyfiyyəti də ortadaydı deyə. Dekabr ayı bitdi, artıq məndən yenidən möhlət istədi və yanvar ayının 12-sində mənə zəng elədi ki, artıq dur gəl ofisə, nə vaxtın olsa, dur gəl ofisə səhər filan. Mən də tərəddüdçündə nə üçün gəlirəm, niyə gəlməliyəm, yenə mi intervyudur filan soruşduqda heç bir məlumat mənə vermədi. Çünki tez-tez işdən icazə alıb gedirdim, müdürə narazılıq edirdi. Bunları nəzərə alaraq mənə heç bir məlumat vermədi. Dedi, ancaq sən dur gəl bura. Yanvar ayının 13-də ora gəldiyimdə dərhal əlindəki telefonla məni manipulyasiya eləməyə çalışdı. Sevincinizi bizimlə bölüşün. Biz sizə qəbul aldıq filan ora-bura. Mən də sevinirəm, düşünürəm ki, artıq ən sonunda nəhayət ki, bizim dediyimiz şərtlər daxilində normal bir yer tapıb. Mən də ora təşəkkürümü bildirirəm, saf-saf videoda. Daha sonra videonun dayandırmasını istədim və qarşıma aldığı qəbulu əmək müqaviləsini qoydu. Almanca 5-6 səhifəlikdir və mən orada ilk səhifəsində oteldə qalacaq yer verəcəklər, 300-350 avro məndən oradan pul tutacaqlar filan. Bunları oxudum. Digərlərini geniş şəkildə oxuyub incələmək üçün ən azı bir 3-4-5 saat mənə lazım olduğunu qarşı tərəfə bildirdim. Qarşı tərəfə bildirdim ki, ən azından mənə 3-5 saat vaxt verməlisən. Bunu həm özüm incələməliyəm, həm də bu sahə üzrə gedib təcrübəli bir tanışlarım var. Sonra sahəsini dəyişiblər, bu sahədə işləyiblər, neçə illərdə Almanyada yaşayırlar. Bir onlarla da məsləhətləşməliyəm. Mən bunu tələsik şəkildə imzalaya bilmərəm. Bu əmək müqaviləsini, Almanyadan gələn əmək müqaviləsini filan bildirdim buna. Və bu isə bu gün axşama biz təhvil verməliyik, vaxtımız yoxdur. Nə baxırsan burada bax. Məni tələsdirməyə çalışdılar. Mən sənə pis bir yer tapmamışam, neçə aylardır çalışıram, ən yaxşı yeri tapım sənə. Səni mən çox istəyirəm, pisliyi istəmərəm. Sənin yerin başqa, başqalarının yeri mənim üçün ayrıdır. Bu kimi psixoloji təsirlərlə
əməkdaşları ilə bir yerdə mənə təsir etməyə başladılar. Lakin və məni tələsdirərək müqavilə imza atdırdılar. Lakin mən göndərilmədən öncə almanlara bunu yenidən axşama qədər geri dönüş edəcəyimi bunlara bildirdim ki, tələsməyək, çünki işimdən gücümdən olub gedəcəmsə risklidir bu. Artıq mən bilməliyəm hansı şərtlər daxilində hara gedirəm, hansı əraziyə gedirəm, tanımadığım, bilmədiyim bir yerdirsə, yəni Bad Kreuznach ərazisidir, heç enerji ərazisinə düşmür. Yəni bu kimi şeyləri biz bununla razılaşdırdıq ki, ən azından müqavilənin bir nüsxəsini mənə açsın. Mən bunu məsləhətləşim, axşama qədər ki, bunlara geri dönüş edim, ora göndərməmişdən öncə. Və mən onu çıxdım işə, getdim oradan. Həmin gün axşamı mən müqaviləni bundan istədiyimdə mənə dərhal qəbul gəldi sizə, təbriklər deyə cavab verdi. Mən götürdüm, zəng elədim ki, sən nə danışırsan sən? Biz axı niyə bu qədər, mən nə yatdım, nə yuxu görüm? Axı biz danışmışdıq, sən niyə bu qədər tələsdirirsən insanları, imza attırmaq bir, tez bazar qəbul almaq bir. Burada artıq şübhəli məqamların olduğunu o zaman anladım. İşdən keçmişdi artıq, 2-3 ay, 3 ay yarım keçmişdi. Müqaviləni bağladığımızdan, ümumi müqaviləni bağladığımızdan bu yana, ödəniş etdiyimizdən bu yana. Yəni, etirazımı bildirdim həmin günün axşamı, etirazımı bildirdim zəng edərək və mənə yenə vaxt istədi. Biz Almaniyada hüquqşünasımız var, baxacaq, dəyərləndirəcək, doğrudan ziddiyyətlər varsa filan, göndərmərik səni. Belə-belə yenə bəhanələr elədi. Çünki mən dostumla da məsləhətləşdim, müqaviləni özüm də baxdım, incələdim. Dostumla da orada müqaviləni imzələdik, baxdıq. Almaniyadakı dostumu da göndərdim, baxdı və o sahəyə üzrə təcrübəsi olduğunu dedi ki, burada çox ziddiyyətli maddələr var. Mən bu sahəyə üzrə getmişəm, amma mən belə sərt maddələr görməmişəm. Axşam saatlarında səni çağırsa, iş saatından əlavə axşam saata çağırsa ödənişi yoxdur, maddelər də var. Bayram saatlarında çağırsa, bayramlarda çağırsa ödəniş verilmir, fix maaşın içində hesablanır. 3 həftə ərzində düşdüyün yerdə etiraz edə bilərsən məhkəməyə, əgər sənin haqların, hüquqların tapdansa, normalda isə Alman qanunlarında 3 aydır. Xəstələndiyin gün həmin gün kağız gətirməlisən, normalda isə heç olmasa 2 ya 3 gün vaxt verilir. Gətirmədiyin təqdirdə günün yazılmır. Uşağın xəstələndi günü yazılmır filan, yəni belə bu kimi maddələr, sərt maddələr var idi. Halbuki Alman qanunlarında bayramlarda çıxanda 125%, gecə saatlarında isə 25% ödəniş edilir. Bunlar isə fix maaşını hesablayır. Yəni çox sərt maddələr var idi. Mən bunlara əsaslanaraq etirazımı bildirmişəm. Yəni durduq yerə etiraz bildirməmişəm. Səbəb var. Həmin gün gecikmədən 24 saat tamamlanmadan zəng edərək və onun səhəsində WhatsApp-da yazılı şəkildə etirazımı bildirmişəm ki, getmirəm ora. Kim istəyirsiniz göndərin, bunu ləğv edək. Nəsə gözüm su içmədi bu müqavilələrdən. İnsan hüquqlarına zidd olan maddələr burada çoxdur və özü də mənə orada geri dönüş edir. Nəysə biz bunlardan uzun sözün qısası məni sonra yenidən ofislərdən çağırdılar. Yanvar ayının 26-sında səslərində yazmışam 40 dəqiqəlik. Əməkdaşlarına bir yerdə psixoloji təzyiq göstərərək məni zorla ora göndərməyə çalışırlar, razılaşdırmağa çalışırlar ki, gözəl yer tapmışıq, həmişəki yalanlar filan. Artıq 3 ay yarımdan sonra bunu anladım. Və mən orada yenə getmək istəmədiyimi bildirirəm. Bunlar isə müqaviləni cırıblar, tullayaraq baskı kimi qəbul eləmə, istəmirsən başqasını göndərərik deyə burada səslərdə keçir. Yəni qeydə almışam, uzun mübahisəmiz olur və sonunda nəticədə razılaşırıq ki, artıq mənim vaxtım, planlarım alt üst oldu sizin sayənizdə. Belə. Sonuncu dəfə sizə şans verirəm ki, yoxsa 8 salda ödənişimi geri alacam. Artıq mənim planlarım, vaxtlarımı alt üst eləmişsiniz. Mənə normal danışdığımız nə şərtlər danışmırsınızsa, ona tapın, tapmırsınızsa artıq sonuncu şans vaxt verirəm sizə. Ödənişimi alacam. Çünki bütün planlarım alt üst oldu, dekabr ayına qədər getməli idim mən. Danışdığımız şərtlər nə idisə, o vədlərə sən də öhdəlik götürmürsənsə, sahib çıx öhdəlik və çıxa bilmirsənsə, onda insanların ödənişini qaytarmalısan. Bu qədər bəsit. Deməli, əziz dostlar, bu dediyim kimi Nail Mehdidir Almaniyaya getmək üçün çaba göstərən, yeri gəlmişkən yəqin ki, tamaşaçılar onun üzünü tam görə bilmirsiniz. Çünki əslində yəni onun başına bu problemləri gətirən şirkət nümayəndəsi utanmalıdır bəlkə də, amma
Nail Mehdi düşünür ki onu heç tamaşaçılar tanımasınlar da, ona görə sifətini bir qədər bulur etmişik. Hərçənd mən düşünürəm ki, bu studiyaya gəlməli idi, bu studiyadan biz bu məsələləri müzakirə etməli idik və yenə də dediyim kimi bir şirkət, hansı ki Azərbaycanla Almaniyaya işçi aparır, buradan varlanırsan, eyni zamanda böyük bir missiyanın üzərinə götürmüsən ki, sən bu adamları orada işlə təmin etməlisən. Mənim diqqətimi o açıqlamada bir məqam çəkdi, bilmirəm siz tutdunuz, tutmadınız. Adam deyir ki, heç şirkətin nümayəndəsi deyir ki, heç biz dil bilmirik. Dili bilməyən, yəni Alman dilini mükəmməl bilməyən bir şirkət niyə bu boyda işə qalxır? Niyə? Yəni bu boyda sən müqavilələri hazırlayırsan, hər halda dili bilənlər də var da prinsipcə burada və sən başa düşmürsənmi ki, sən bura işçi kimi göndərirsən bu adamları, yoxsa peşət ixtisası üzrə göndərirsənmi? Bütün bunlar hələ hamısı detallar deyil, əziz dostlar, hamısı deyil və bir daha xatırladım ki, Nail Mehdinin başına gələn bu problemlər Azərbaycanda hər kəsin başına gələ bilər. Çünki gənclər bugün xüsusilə Almaniyaya can atırlar, Almaniyaya getmək istəyirlər və orada özlərini realizə etmək istəyirlər, orada işləmək istəyirlər. Çünki orada daha cəlb edici görünür, Avropadır, orada çox şey əl çatandır və ona görə də heç kim buna görə onları qınamaz. Geçsinlər, lap yaxşı. Amma baxın, belə adamlara rast düşməsinlər. Biz Nailin ikinci bir müsahibəsi var. İndi ardınca nələr baş verib, bir ona da baxaq, bir ona da qulaq asaq. İndi bu mübahisələrdən sonra artıq mən ödənişimi yenə deyirəm, ondan istəməyə çalışdım, lakin vermədi. May ayının əvvəllərində WhatsApp yazışmasında da var. Hamısını təqdim edəcəm. Daha sonra mən bütün hüquq mühafizə orqanlarının hamısına müraciət etmişəm. Dövlət Təhlükəsizlik Xidmətindən tutmuş, Daxili İşlər Nazirinə qədər, banditizm filan, yəni cinayətkarlıqla bağlı baş mütəşəkkil idarəsinə müraciətlərimi eləmişəm. Bu qədər müddət ərzində, lakin araşdırma hələ də davam edir, bir nəticəsi yoxdur. Bir ay keçməsinə baxmayaraq nəticəsi yoxdur və üstünə mənim qapıma mayın 8-i məktub göndərir. Üstü örtülü hədə qorxu təhdid məktubudur. Onu da təqdim edəcəm ki, biz öhdəliyi tamamlamışıq, yerinə yetirmişik. İkiyüzlülüyün dərəcəsinə baxın siz. Biz danışmışıq, razılaşmışıq, kağız yazılıb, ərizə verilib ki, filan qədər vaxta qədər ödəniş qaytarılsın. Qapısında sağollaşıb çıxmışıq. Filan qədər hissəsi çıxılması şərti ilə ödənişin qalığı qaytarılsın. Üzümüzü çevirib bu yana gələndən sonra vaxtdan istifadə edib bizi məhkəmə verəcəyinə bağlı qapımıza məktub göndərir, vəkili ilə bir yerdə. 15-nə qədər, may ayının 15-nə qədər əgər verməsən, səni məhkəməyə verəcəyik, biz işi tamamlamışıq, yerdə qalan pulu gətir ver, vəkilimizin xərclərini də qarşıla. Yəni bildiyiniz fırıldaq, bildiyiniz dələduzluqdan başqa bu bir şey deyil. İkiyüzlülükdən başqa bir şey deyil. İnsanın üzünə gülə-gülə yazılı şəkildə ərizə yazıla, razılaşa çıxılıb gedəndən sonra vaxt tutub sənin arxanca başqa işlər görməyə çalışar, quyuğu qaza. Buna el arasında nə deyilir, hamı hər kəs gözəl bilir ki, bunun bir adı var. Mən onu yaraşdırmam özümə, o kəlməni işlətməyi. Hər kəs artıq bildi ki, bu tipli insanlara necə ad qoyulur. El arasında necə baxılır, aydın məsələdir. Sadəcə olaraq tərbiyəmizi, əxlaqımızı pozmaq istəmirik, efir olduğu üçün. Və indi isə o həmin məktubdan sonra mənim ürəkdə böyük bir problem olan, yüksək dərəcə şəkər olan, 3 dəfə əməliyyat keçirmiş anamın vəziyyəti daha da ağırlaşmışdır. Psixoloji problemi olan qardaşımda da vəziyyət daha da ağırlaşdı. Ay yarımdır, 2 aydır ailədə artıq vəziyyət çox ağırlaşıb. O məktubdan sonra məhkəmə hədələri, üstü örtülü həbslə qorxutmaq filan. Yəni bununla bağlı məktubdan sonra ay yarımdır, 2 aydır ailədə vəziyyət çox pisdir, psixoloji durum ağırlaşıb və özünə qəsd dərəcəsinə gətirib çatdırıb. Bütün polis əməkdaşları, orqanlara da məlumatlar verilib. Məlumdur, qapıya qədər gəlmişdilər, izahat da aldılar, sakitləşdirməyə çalışdılar. Bütün dövlət orqanlarına bildirilməsinə baxmayaraq ölçü götürülmür və bu adam indi bizi məhkəməyə verib, məhkəməyə dəvət edir, yerdə qalan ödənişini və əlavə xərcləri də üstümüzə yüklüyür, öz ödənişimizi qaytarmağı
qalsın qırağa. Bu qədər qabaqdan gəlmişdi eləməyə çalışır. Dövlət orqanlarından, hökumətimizdən xahiş edən bu barədə ciddi şəkildə ölçü götürülsün. Bu cür dələduzlar insanlar layiqincə cəzalandırılsa, məsuliyyətə cəlb edilsə, digər insanlar, sifarişçilər, vətəndaşlar aldadılmağa, əziyyət çəkməyə davam eləməzlər. Bu qədər mənim bunu müraciət eləməyimin məqsədi, yayımlanmasını istəməyimin məqsədi bizim kimi insanların bundan sonra aldadılmasının qarşısı alınması, icazə verilməməsi, işıqlandırılması ki, bu cür dələduz insanlar, fırıldaqçılıqla məşğul olan firmalar işıqlandırılsın, tanınsın cəmiyyətə ki, bundan sonra bizdən sonra gələ biləcək Azərbaycanlı balalar, övladları həmin əziyyətləri çəkməsinlər, həmin pulları da gedərək bizim günümüzə, vəziyyətimizə düşməsinlər və xariclərdə taleyin ümidinə buraxılmasınlar sefil vəziyyətdə. Hara düşdün, başına nə gələr, əsas odur ki, ödənişimi, pulumu alım, mənim cibimdə olsun. Deməli dostlar, şikayətçini dinlədiniz, problemləri biz onun öz dilindən verdik. Çünki danışdıqları onun başına gələn hadisələrdir. Prinsipcə 2 gün ərzində demək biz qarşı tərəflə əlaqə saxlamağa çalışdıq. Sonra məlum oldu ki, sən demə bu onların WhatsApp nömrəsidir. WhatsApp nömrəsinə az əvvəl yazdıq bu verilişin getdiyi ərəfədə. Deməli, belə, demək qarşı tərəf olaraq Ausbildung səhifəsidir, prinsipcə WhatsAppda. Deməli, nə yazırlar? Yəqin ki, yazan elə çox böyük ehtimalla Mehdi Nemətoğludur. Mən indi çalışacağım ki, ona hətta zəng də eləyim, efir gedə-gedə. Amma hələ yazdıqlarını, Nail bəyin bizə borcu var, yazır mənə. Məhkəməyə müraciət etmişik. Hətta bugün məhkəmə prosesi baş tutacaq, bugün. Şəxs ona tapılan işi könüllü şəkildə işdən imtina edib və qalıq borcunu qaytarmayıbdır, yazır bizə. Deməli, soruşuram ki, bəs qalıq borc nə qədərdir? Axı adam deyir ki, siz ona peşə ixtisası üzrə iş təşkil etmişsiniz. O isə yazır ki, xeyr xanım, o şəxsin özü bütün xaricdə təhsil şirkətlərindən belə artıq pul qoparır. Faizi ilə birlikdə 2600 manatın üstündə Nail Mehdinin deyir bizə borcu var və o şəxsin taktikası belədir. Yığacam, əziz tamaşaçılar. Bu çox böyük ehtimalla elə Mehdi bəyin özü olmalıdır. Çünki WhatsApp nömrəsinə yəqin ki, Mehdi Nemətoğlunun şirkətinin telefonudur. Amma nəsə cavab verməyə tələsməyən adamlardır. Hər halda arxayın adamlardır. Və hazırda dediyim kimi şikayətçi çıxılmaz bir durumdadır. Telefonu qaldırmadılar. Hərçəndə az əvvəl, bax məndən, bax bu dəqiqə efir gedə-gedə mənimlə yazışırdı və mən onun mövqeyini prinsipcə sizin diqqətinizə çatdırdım, əziz tamaşaçılar. Aça bilmirəm hazırda təəssüf ki, konsultasiyadayam yazır. Deməli, məhkəmə yekunlaşsın, sizə nəticəni göndərəcəm. Hal-hazırda, bax bu dəqiqə mənimlə WhatsApp yazışmasında dediyim kimi çox böyük ehtimalla elə qarşı tərəf Mehdi Nemətoğlunun özüdür. Əziz dostlar, bu bir şikayət idi. Bizim prinsipcə missiyamız bu məsələni işıqlandırmaqdır. Məhkəmənin vəzifəsi isə əlbəttə tərəfləri dinləmək, kimin haqlı, kimin haqsız olduğunu ortalığa çıxartmaqdır. Hər halda mən hazırda bugün məhkəmənin getdiyi, bugün də bu verilişin efirə getməsi də əminəm ki, məhkəməyə təzyiq kimi dəyərləndirilməz. Çünki gedişatdan məlum oldu ki, bugün sən demə bu məhkəmə prosesi var. Bəli, qanun nə qərar verəcəksə, o da olacaq. Bax, bunu bu dəqiqələrdə mənə yazan, WhatsAppdan yazan qarşı tərəf hansı ki, bu demək zərər çəkmişi narazı salan tərəf sayılır. Deməli, əziz tamaşaçılar, təbii ki, Lav TV-nin qaynar xətti 070 394 11 11 həmişə açıqdır. Problemlərinizi bizə etibar edin. Bugün Nail Mehdinin şikayətini buradan işıqlandırdıq və o Mehdi Nemətoğlunun rəhbəri olduğu təşkilatın onun 1300 manatını qaytarmadığını, ona iş Almaniyada iş demək təşkil edə bilmədiyini diqqətə çatdırır
və bir daha xatırladım ki, bu bir şikayətdir və onun cavabını da hazırda mən sizinlə təbii ki, bölüşdüm. Çox yaxşı da oldu ki, bölüşdüm. İndi məhkəmə həm də ondan ötürüdür ki, tərəflər orada, necə deyərlər, üz-üzə, göz-gözə problemlərini həll edə bilsinlər. Yetər ki, məhkəmənin özü də belə deyək, ədalətli qərar çıxara bilsin. Azərbaycanda məhkəmələr çox vaxtı ədalət prinsipindən geri durur. Bu dəfə inanaq ki, yəni burada bir şəxsin taleyi müzakirə olunur. Onun timsalında onlarla, yüzlərlə insan həm də yəni belə problemlərlə üzləşəcəyi təqdirdə məhkəmələrə üz tutmalıdırlar. Yəni məhkəmələr o adamları, necə deyərlər, gümanlarını qırmasın. Məndən bu qədər əziz tamaşaçılar. Qarşıda isə görüşəcəyik. Salamat qalın.